Keçən dərsdə biz tabulyasiya haqqında danışırdıq və tab komandasının köməyi ilə belə bir cədvəl yaratdıq. Bugünkü dərsdə həmin mövzunu davam edəcəyik. Mübadilə buferindən həmin cədvəli bir də çağırım. Belə cədvəlimiz var. Bu cədvəli belə şəkilə gətirib çıxartdıq. Və yenə də bu cədvəli belə formada yaradacağıq. Sadəcə olaraq keçən dərsdə bu formanı yaradanda biz tab düyməsinin susmaya görə məsafəni götürmüşdük. Yəni 1,25 santı. Bax, bu ölçünü götürmüşdük. Bu dəfə isə bu ölçünü dəyişəcəyik. Və öz istədiyimiz ölçünü götürəcəyik. Və bu qrafaya fikir verirsiniz. Bura boşdur. Burada ədədlər, yəni rəqəmlər yoxdur. Hələlik yoxdur. Bu cədvəli yenə də bu formaya salacağıq. İndi fikir verirsiniz. Qaraldırıq, yəni seçirik lazım olan məlumatı və burada markerlər qoyacağıq bu xəttkeşdə. Deyək ki 4, 8 və 12 rəqəmlərin üstündə. Yaxınlaşdırırıq muşqanın kursorunu xəttkeşə və 4-ün üstündə bir dəfə sol düyməni basırıq. Görürsünüz, marker əmrə gəldi. Sonra yaxınlaşdırırıq 8-ə, 8-in üstündən basırıq və 12 ilə də həmin əməliyyatı yerinə yetiririk. Bundan sonra kursoru qoyuruq bura və klaviaturadan tab düyməsini basırıq. Belə, belə və belə. Və görürsünüz, eyni cədvəl yaratdıq. Fərq nədədir? Fərq ondadır ki, burada, yəni ikinci cədvəldə biz tab düyməsindən az istifadə elədik. Çünki markerləri var idi. İndi pəncərəyə keçsək, keçən dəfə dedim ki, tabulyasiya pəncərəsinə iki cür keçmək olar. Ya buradan ya da ki xəttkeşin üstündən bu markerlərdən. Bu markerlər idi. Amma əgər belə markerlər yaradıbsa, həmin markerlərdən də keçmək olar. Hansı markeri istəyirsiniz seçə bilərsiniz. Və buradan da keçmək olar. Buradan da keçmək olar. Buradan da keçmək olar. Və bura fikir verirsiniz. Görürsünüz, burada rəqəmlər var. 4, 8, 12. Yəni bu rəqəmlərdir. Eyni əməliyyatı bura ilə də eləmək olardı. İndi göstərim sizə ikinci variantı. Yəni bu cədvəli pəncərənin içindən düzəldəcəyik. Yəni bu markerləri pəncərənin içindən qoyacağıq. Yenə də çağırırıq bu cədvəli, qaraldırıq. Keçirik tabulyasiya pəncərəsinə və burada lazım olan rəqəmləri qoyuruq. Gəz bu dəfə 3, 6, 9 seçək. 3 santı və bu düyməyə basırıq ustanavit, yəni məlumatı bu pəncərəyə keçir.
Əgər məlumat bura keçməsə, onda elə bil ki, onu heç daxil eləməyibsiz. Bax belə. Sonra yığırıq 6, yenə də keçirdirik pəncərəyə və 9. Yenə də keçirdirik pəncərəyə. Bundan sonra OK düyməsi basanda, bax burada 3, 6, 9-da marker əmələ gələcək. Fikir verdiniz? 3, 6, 9. Bundan sonra eyni əməliyyatı edirik tab komandası ilə. Tab və tab. Eyni əməliyyat da burada. Və belə. İndi bu markerləri necə yox etmək olar? Deyək ki, bu cədvəlin markerləri. Qaraldırsınız. Kursoru yaxınlaşdırırsınız markerin yanına, yəni xəttkeşə. Sol düyməni basırsınız və içəridə artırsınız. Bax, yox oldu. Yaxınlaşdırırsınız. Bax, görürsünüz, yox oldu. Yaxınlaşdırırsınız. Görürsünüz, markerlər yox oldu. Biz bu cədvəli yox eləyək. Da bizə lazım deyil. Amma markerləri tabulyasiya pəncərəsindən də yox etmək olar. Keçirik. Və burada görürsünüz 4, 8, 12. Buradan da yox etmək olar. Ya bir-bir yox eləyirsiniz. Tamam ki, udalit. Yaxud da udalit C eləyəndə burada olan bütün məlumatı yox eləyirsiniz. Və təsdiqləyirsiniz. OK. Gördüyünüz markerlər yox oldu. Amma biz cədvəli qaraltmamışdıq. Ona görə kursor harada durmuşdu? Yəni burada durmuşdu. Həmin sətr üçün markerlər ləğv edildi. Amma görürsünüz, bu sətr üçün və bu sətr üçün ləğv olunmuyor. Bunun üçün gərək bütün sətrləri qaraldaydıq, sonra keçərdik bura. Və burada həmin əməliyyatı yerinə yetirərdi. Hal-hazırda görürsünüz, heç nə yoxdur. Çünki sistem başa düşmür hansı sətrə lazımdır əməliyyat eləmək. Çünki bu sətrdə markerlər yoxdur, burada isə var. Ona görə bir-bir eləyək. Yəni burada duraq. Keçək bura. Udalit C. OK. Keçək bura. Udalit C. OK. Yəni gərək əvvəlcədən bunu qaraldaydıq. Sonra həmin əməliyyatı yerinə yetirəydik. Qaytaraq yerinə hamısını. Və bir nüansı da diqqətinizə çatdırım. Bunu silək. Bu lazım deyil bizə. Fikir verirsiniz. Bütün məlumat bizdə. Markerlərə fikir verib xətt qoyacağım. Görürsünüz, sol tərəfdən yerləşdirilir. Bax. Burada da soldu. Burada soldu. Bu susmaya görədir. Açsaq. Tabulyasiya pəncərəsini görəcəyik ki, sol cinaha görədir. Susmaya görə həmişə sol cinah olur. Gəl indi mərkəzdən yaxud sağ cinahdan məlumatı yerləşdirək. Mübadilə buferindən belə bir məlumatı yerləşdiririk. Bunu bir balaca belə eləyək. Çəkək aşağı. Buna yapışmasın bu cədvələ. Və burada belə bir əməliyyat eləyirik.
Buranı qaraldırıq. Və buradan fikir veriz. Şaquli xəttkeşin üstündə belə markerlər var. Fikir veriz. Buna oxşar markerlər var. Görürsünüz? Eyni markerlərdir. Yazıb paleomikrayo. Bir dəfə basırsınız markerin üstündən. Marker dəyişir. Yazır Pacentro. Seçirsiniz. Sol. Görürsünüz, cürbəcür markerlər dəyişir. Sol, mərkəz, sağ. Bu mərkəzdir. Bundan sonra markeri qoyaq, tutalım ki 5-in üstünə, yaxşı 5 eləyək. Ya 4-ün üstünə qoyaq. Bunu ki. Belə. İndi tabulyasiyanı basaq klaviaturadan. İndi fikir veriz. Xətt düz mərkəzdən yerləşir. Yenə də mübadilə buferindən məlumat gətirək. İndi həmin əməliyyatı eləyirik, amma məlumat sağ tərəfdən yerləşəcək, sağ cinahdan. Bu mərkəzdir. Bir dəfə bastıq, sağdır. Yenə də 4-ün üstündən basırıq. Tabulyasiya, tabulyasiya və tabulyasiya. İndi markerin üstündən bassaq, görürsünüz, məlumat sağ tərəfdən yerləşdirib. Burada mərkəzdən, burada soldan, burada isə sağdan. Gələn dərsdə biz tabulyasiya pəncərəsində olan axırıncı 2 əmri nəzərdən keçirəcəyik və bu hissəyə də baxacağıq. Zapalnitil, yəni doldurucu əmri var, buna da baxacağıq. Və bununla tabulyasiyaya aid olan əmrlər tam bitir. Bugünə bu qədər. Təşəkkürlər.